Unit Travel-də uçuşları necə axtarıb və bron etmək olar? Bu videoda aviaşirkət biletlərini necə axtarmağı izah edəcəyik, axtarış nəticələri ilə işləməyi göstərəcəyik və aviabilet sifarişi və ödənişi zamanı diqqət edilməli vacib məqamları vurğulayacağıq. Unit Travel-də uçuşları necə axtarıb bron etmək olar? Əsas səhifədə uçuşlar bölməsinə daxil olun. Axtarış formasında marşrut növünü seçin. Bir tərəfə gediş-dönüş, kompleks marşrut və ya super marşrut. Əgər səfərin növbəti mərhələsində dəqiq, lakin fərqli gəliş və gediş nöqtələriniz varsa və ya bir səyahətdə 2 və daha çox uçuş planlaşdırırsınızsa, kompleks marşrut seçimini edin. Əgər bir neçə şəhəri ziyarət etmək istəyirsinizsə, lakin hələ dəqiq istiqamət və tarifləri müəyyən etməmisinizsə, super marşrut seçin. Sistem avtomatik olaraq ən yaxşı uçuşları ən aşağı qiymətlərlə seçəcək. Gediş və gəliş məntəqələrini göstərin. Siz yalnız hava limanı və ya şəhəri deyil, həm də yaxınlıqdakı hava limanlarını əlavə edə bilərsiniz. Bir neçə gediş və gəliş məntəqəsini və ya bütöv bir ölkəni və ya regionu, məsələn, Avropa seçmək mümkündür. Əgər konkret təyinat məntəqəsi seçməmisinizsə və müxtəlif marşrutlar üzrə qiymətləri görmək istəyirsinizsə, istənilən yer seçimini edin. Sistem seçdiyiniz gediş məntəqəsindən bütün mövcud uçuşları göstərəcək. Təqvimdə konkret tarixi, tarix aralığını və ya bütün ayı seçimini edin ki, ən ucuz qiymətləri görə biləsiniz. Əgər gediş-dönüş uçuşudursa, dönüş tarixini və ya uçuşlar arasında gecələrin sayını göstərin. Standart olaraq sinif ekonom olaraq təyin olunub, lakin siz daha yüksək sinif də seçə bilərsiniz. Sərnişinlərin sayını göstərin. Daha uyğun nəticələr üçün yalnız baqajla və yalnız birbaşa reyslər kimi filtrlərdən istifadə edin. Axtarış düyməsinə basın. Əgər siz dəqiq uçuş və qayıdış tariflərini daxil etsəniz, axtarış nəticələrində həmin tariflərdə bron üçün mövcud bütün reysləri dərhal görəcəksiniz. Əgər uçuş dövrü və ya bütün ay seçimlərini etsəniz, seçilmiş dövr ərzində hər gün üçün ən aşağı tarifləri göstərən təqvim görəcəksiniz. Nəzərə alın ki, göstərilən qiymət axtarışda göstərilmiş ümumi sərnişin sayına görə hesablanır, bir nəfərə görə deyil. Rahatlıq üçün sistem axtarış nəticələrini 3 kateqoriyaya bölür. Optimal, qiymət və səyahət vaxtının ən yaxşı balansı, daha ucuz və daha sürətli reyslər. Siz həmçinin axtarış filtrlərindən istifadə edərək müəyyən bir eniş hava limanını seçə, aviaşirkətlərin sayını məhdudlaşdıra, gecə tranzitləri və ya viza tələb edən tranzitləri istisna edə, hava limanı dəyişməyən biletləri seçə və digər seçimlər edə bilərsiniz. Siz reys məlumatlarını mətn formatında, şəkil formatında və ya əlaqə məlumatlarınızla birlikdə şəkil formatında kopyalaya bilərsiniz. Həmçinin istənilən reysi və ya bir neçə reysi kolleksiyaya əlavə etmək olar. Bunun üçün çamadan ikonuna klikləyərək mövcud kolleksiyaya əlavə edin və ya yeni kolleksiya yaradın. Bu kolleksiyanı sonradan müştəriyə göndərmək mümkündür. Qeyd edin ki, bəzi reyslərdə sistem vacib məlumatları qırmızı rəngdə vurğulayır və onlara xüsusi diqqət yetirmək lazımdır. Məsələn, müstəqil qeydiyyat, hava limanının dəyişməsi, baqajın yenidən qeydiyyatı və əs. Reys haqqında daha ətraflı məlumat almaq üçün daha çox oxu düyməsinə klikləyin. Hər bir reysin yanında daxil edilmiş baqajı göstərən baqaj icmalı bölməsi var. İstədiyiniz reysi seçin və indi sifariş et düyməsini basın. Bundan sonra sistem seçilmiş reys üçün cari qiyməti və yerlərin mövcudluğunu yoxlayacaq. Rezervasiya bölməsində səhifənin sağ tərəfində siz tarifin bölgüsünü, ödəniş şərtlərini və qeydiyyat məlumatlarını tapa bilərsiniz. Uçuş detalları bölməsində qırmızı ilə vurğulanan vacib məlumatlara xüsusi diqqət yetirin. Bu səhifədə siz başqa bir reysi seçə və ya bütün lazımi məlumatları dolduraraq cari reysi bron edə bilərsiniz. Səyahətçi məlumatlarını onların uçuş üçün istifadə edəcəkləri pasportlara uyğun olaraq daxil edin. Zəhmət olmasa, səyahətçi məlumatlarını diqqətlə doldurun. Sərnişinlərin pasport məlumatlarında edilən hər hansı dəyişiklik aviaşirkətin qaydalarına əsasən əlavə ödənişlərə səbəb ola bilər. Ehtiyac olarsa, əlavə baqaj vahidlərini bütün sərnişinlər üçün və ya yalnız seçilmiş sərnişin üçün ayrıca əlavə edin. Ödəniş üsulunu seçin, agent tərəfindən və ya müştəri tərəfindən. Əgər kupon kodunuz varsa və rezervasiya şərtlərinə uyğun gəlirsə, onu daxil edin. Nəzərə alın ki, Unit Travel sistemində uçuş qiymətləri standart olaraq komissiyasız göstərilir. Burada siz agentlik komissiyanızı əlavə edə və ya saytınızın parametrlərində bütün uçuşlara tətbiq olunan standart komissiyanı tənzimləyə bilərsiniz.
Bütün məlumatları daxil etdikdən sonra növbəti əməl, məlumatların yoxlanılması düyməsini klikləyin. Məlumatların yoxlanılması səhifəsində daxil edilmiş məlumatları nəzərdən keçirin. Zərurət olduqda məlumatı dəyiş düyməsini klikləyərək redaktə edin və əvvəlki səhifəyə qayıdın. Rezervasiya şərtlərini diqqətlə oxuyun, razılığınızı təsdiqləmək üçün xanaya işarə qoyun və indi bron et düyməsini klikləyin. Biletin tam ödənişi 2 saat ərzində həyata keçirilməlidir. Nəzərə alın ki, tərtib zamanı biletin qiyməti dəyişə bilər. Dəyişikliklə razılaşmasanız, bron ləğv ediləcək və ödəniş geri qaytarılacaq. 2 saat ərzində ödəniş edilməzsə, cəriməsiz avtomatik ləğv olunacaq. Tam ödənişdən sonra aviaşirkət biletinizi tərtib edəcək. Bu 5 dəqiqədən 3 saata qədər çəkə bilər. Elektron biletiniz göstərdiyiniz e-poçt ünvanına göndəriləcək. Rezervasiyaya nömrəsi təyin ediləcək. Bu nömrədən istifadə edərək onu və biletlərinizi menyu, müştərilərlə iş, rezervasiyalar bölməsində tapa bilərsiniz. Burada uçuş məlumatlarına görə biletləri yükləyib və çap edə bilərsiniz. Unique Travel rezervasiya və ya bilet tərtibatından sonra əlavə xidmətlər sifariş etməyə imkan verir. Bagaj əlavə edib, ekskursiya bron edib, hava limanı transferi təşkil edib, avtomobil icarəyə götürüb, xüsusi uçuş yeməkləri sifariş edib, məhdud imkanlı sərnişinlər üçün kömək tələb edə və daha çoxunu edə bilərsiniz. Bunun üçün Unique Travel dəstəyi ilə əlaqə saxlayın, rezervasiya dialoqları bölməsində müvafiq rezervasiya altında və ya çatda və biz istəyinizi yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik. Sonda qeydiyyat tələb edən uçuşlarda sistem sərnişinləri avtomatik qeydiyyatdan keçirəcək və onlara bildiriş göndərəcək. Əgər qeydiyyat barədə mesaj alınmazsa, sərnişinlər özləri qeydiyyatı həyata keçirməlidirlər. Video başa çatdı, amma 24/7 dəstəyimiz heç vaxt dayanmaz. Əgər suallarınız varsa, bizimlə birbaşa əlaqə saxlamaqdan çəkinməyin.